Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə Mickey Mouse, Minnie Mouse hazırladım. Bu şəkildə. Əgər istəsəniz, sizin ürəyinizcə olsa, siz də mənimlə birlikdə hazırlaya bilərsiniz. Deməli, bunun üçün bizə 2,5 millik milçək işlətmişəm. Belə qırmızı və qara rəngdə koton iplərdən istifadə etmişəm və belə muncuqlardan istifadə etmişəm. Bu şəkildə bir də yapışdırmaq üçün yapışqandan istifadə etmişəm. Siz istəsəniz tikədə bilərsiniz. Əgər yapışqanınız yoxdursa tikədə bilərsiniz. Bu cür əgər toxumaq hazırlamaq istəsəniz mənimlə birlikdə buyurun, birlikdə hazırlayaq. Ümidvaram ki, siz də zövq alacaqsınız bu işdən. Öncədən deyim ki, abunə olmağı, like etməyi, əgər bəyəndinizsə like etməyi unutmayın. Başlayaq hazırlamağa. Saç aksesuarımız demək bir neçə hissədən ibarətdir. Ona görə də ilk öncə rezin hissəsinə birləşən yerini toxuyacağam. Hissə toxuyub daha sonra bu hissələri birləşdirəcəm. İlk öncə deməli çalışın koton iplərdən istifadə edin. Tüklənən ip olmasın. Yəni ki aksesuar üçün, toxumaq üçün olan iplərdən istifadə edin. Deməli mən Cotton Gold, Azya Cotton Gold'dan istifadə edirəm. Bir neçə markadan istifadə edə bilərsiniz. Məsələn, belə Qazalın belə ipləri var. Bunlardan da mən istifadə edirəm. Yəni ki, toxumaq üçün yararlı olan, tüklənməyən, yəni ki, paltar toxumaq üçün iplər başqadır, ancaq belə aksesuarlar üçün olan iplər başqadır. Ona görə də biraz diqqətli olmaq lazımdır. İlk öncə bu ipimizi bu şəkildə belə qatladım. Bir bənd elədim bu şəkildə. Daha sonra bunun üstündə deməli 15 zincir çəkirəm. Əgər ipiniz biraz bundan qalındırsa, zincirin sayını 2-3 ədəd, 2-3 zincir azalda bilərsiniz. Bundan nazik olsa, biraz da artıra da bilərsiniz. Yəni ki, mən 15 zincirin üstündə eləyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 bu şəkildə. 15 zincirimi çəkdim. Daha sonra deməli bundan əvvəlki həmin zincir yox, ondan əvvəlki zincirdən birini çıxardırıq. İndi bu biz 14 zincirin üstündə işləyirik. Bu şəkildə çıxardırıq. Başını dolamadan çıxardırıq. Deməli, zincirin hər birinin içindən bir dəfə çıxırıq. Hər birindən bir dəfə. 14 zincir, 15 zincir çəkmişdik. 14-cüdən başladıq toxumağa. Deməli, 14 ilmənin, 14 zincirin içindən ilmə çıxararaq toxuyuruq. Bu şəkildə bu 14 dənənin üstündən toxuyuruq. Sona qədər gedək. Nə çox boş toxumayın, nə çox sıx toxumayın. Çox boş eləməyin. Biraz sıx olsa da olar, çox boş olmasın. Bu biraz bərk olsa yaxşıdır.
Bu şekilde sona gəlib çatdıq. Gördüğünüz kimi sona gəldim çatdım. Gördüğünüz hər birinin içindən birini çıxartdım. En sonda bir zincir çəkirəm və çevirirəm. Deməli bir zincir çəkdim, çevirdim. Burada gördüğünüz bu boşluqlar var. Burada toxuduğumuz buradan görünür. Deməli bunun içine salırıq. Birini toxuyuruq. Bu şekilde. Daha sonra buna her birinin üzerinden bir tane toxuyuruq. Görünür. Bak gördüğünüz gibi bu 14 boşluktan buradan her birinin üzerinden birini toxuyarak gedirik. Bu şekilde toxuyuram. Bu formada deməli bir neçə sıra toxuyuruq. 4 sıra ters, 4 sıra düz, 8 sıra toxuyuruq. Demək olar ki, rezininiz əgər naziksə, belə qalın rezin deyilsə, nazik rezindirsə, onda daha az toxuyursan. Deməli elə toxumalıyıq ki, bunun üstünü örtəcək qədər. Yəni indi mən toxuyum, göstərəcəm sizə necə olmalıdır. Gəldim, sona çatdım. Deməli sonuncudan da çıxardıram. Bu formada. İndi gördüğünüz kimi çıxartdım. Bir de zincir çəkirəm, çevirirəm bu üzünü. Bu üzündə də yenə də göstərdiyim kimi hər birinin içindən bir dəfə çıxardıram. Deməli azaltma, artırma etmədən bu şekilde toxuyuram. Bak gördüğünüz gibi yine gösterirəm. Bak burada görünür. Her bir ilmeğin üzerinden bir adet toxuyuram. Ne artırma, ne azalma olmamalıdır. Bu şekilde toxuyaq. Bir neçə sıra toxuyaq. Ben göstereceğim size neçə diyeceğim. Sonunda neçə sıra toxudum. Bu rezini tam bu hissesini örtecek kadar toxuyum. Daha sonra devam eləyək. Hamle. Deməli bu şekilde yoxlayıram, görüm ve gördüğünüz çatır. Şimdi bu rezinin çatacağı kadar 1 2 3 1 2 3 4. Demek 4 belə dilimdirsə bu formada. Deməli 8 sıra toxumuşam. Mənim toxuduğum 8 sıradır. Siz indi toxuduğunuz deməli rezinin ölçüsünə uyğun eləyəcəksiniz. Məndə bu qədərdir. Siz belə rezinə tutaraq toxuyun. Ən yaxşısı odur. Toxuyacağınız rezinin ölçüsünə. Ola bilər siz daha nazik rezindən toxuyasınız. Ona böyük eləməyin ki, çox bolda qalmasın. Bu şəkildə. Mən bu şəkildə belə elədim. İndi buradan salıram. İstəsəniz tikə də bilərsiniz. Yəni iğnə ilə tikə də bilərsiniz. Mənim kimi etməyib tikə də bilərsiniz. Bu şəkildə. Deməli bu ipim buradadır. Bunu buradan salıram. Gördüğünüz gibi buradan çıxartdım. Daha sonra deməli bir buradan eyni yerlərdən salırıq. Çıxartdım ve bunu bunun içindən çıxardıram. Elə olsun ki qarşılıqlı. Buradan çıxartdım. Bunu bunun içindən çıxardıram. Çıxartdım. Bunu bunun içindən çıxardıram. Bu şekilde sona kadar giydirik. Bunu bunun içindən çıxardıram.
çıxardıram. Qarşılıqlı şəkildə bu cür bitirdik və sonunda bir daha eləyim, daha möhkəm olsun. İlməmiz çıxdı. Bir daha eləyim ki, daha möhkəm olsun. Çıxartdım və bir şəkildə zincir elədim və bunu çıxartdım buradan. Bu şəkildə. İstəsəniz uçları bir-biri ilə bu şəkildə bağlayın. Və bunların hər birini buradan bu hissələrdən çıxardaraq içəri iç hissəsində bunu eləyə bilərsiniz belə. Bu şəkildə. Bu axırda sonda altında qalır. Yəni ki elə eləyin ki içəri keçirdim. Daha sonra artıq yerin kəsib çıxardım. Bu şəkildə. Təmizlədim. Belə. İndi istəsəniz bu hissəsinin alta da eləyə bilərsiniz. Ancaq mən alta eləmirəm ki, narahatlıq saçı toplayanda uşaqların saçını narahatlıq eləməsin. Elə mən bu hissənin üzərində bunu düzəldəcəm. Hazırlayacağım. Bu hissəsi hazırdır. İndi keçirik. Dairə hissələri var. Onu toxumağa. Deməli, indi onu eləyirik. Bu şəkildə elədim. Bu şəkildə elədim. Biraz daha böyük. Deməli, çıxartdım. Burada bir düğün elədim. 1 2 3 4 5 6 7 8 bəsdir. Ola bilər daha çox da eləmək olar. Və bunu çəkirik. Bu ipi çəkirik. Deməli, bunu burada gəlirik. İlki ilə birləşdiririk. Deməli, ilk çəkdiyimiz bu şəkildə çıxartdım və bunun içindən çıxardıram. Və bu ilməmizi möhkəm sıxıram ki, ortada boşluq qalmasın. Və bunu əlimdə toxuyacağım. Bu şəkildə elədim. İndi siz istəsəniz bunun yerini itirməmək üçün deməli bura sancaq da sala bilərsiniz. Mən sancaq götürüm biləcək. Sizə daha yaxşı izah edeyim. Deməli bir sancaq götürürəm. Bu
ilk ilməmizdir. İndi bura keçdik. Bir ədəd zincir çəkirəm və keçirdirəm bura. Bu bizim başlanğıcımız olsun. Ola bilər ki, siz yerini itirərsiniz. Ona görə də gələndə, başa gələndə yerini itirməmək üçün. İndi bu 8 ədədin hər birinin içindən 2 dənə çıxardırıq. 16 dənə ilməmiz olacaq. Birincidən 1, eyni yerdən 2. Bu şəkildə. Daha sonra gəlirik ikincidən 1 və eyni yerdən 2. Altdan bu ipi də saxlayırıq ki, burada toxuduqca getsin. Daha sonra gəlirik üçüncüdən 1, 2. Dördüncüdən 1, 2, beşinciden 1, 2, altıncıdan 1, 2, yedinciden 1, 2, ve sonuncudan 8'inciden 1 ve eyni yerden 2 oldu. 16 ədəd və başlanğıc yerimiz buradır. Başlanğıc yerimizə giririk, başladığımız yerə və onun içindən çıxardırıq. Sancağımı çıxardıram. Çıxartdım. İndi bir zincir çəkirəm və sancağımı bağlayıram zincir olan yerə. Başladığım yerə bağladım. İndi keçirəm 3-cü sıraya. 3-cü sırada deməli 2-ci sırada hər birinin içindən bir çıxartmışdım. İndi 3-cü sırada deməli 2 tək bir cüt çıxardıram. Birincidən bir tək, birincidən bir tək, ikincidən bir tək, üçüncüdən 2 çıxardıram, bir cüt çıxardıram. Daha sonra bir daha bir tək, üçüncüdən 1, 2 ədəd çıxardıram. Bir daha bir tək, üçüncüdən 2 çıxardıram. Bir tək, üçüncüdən 2 çıxardıram. Daha sonra bir tək, üçüncüdən
1 2 çıkarttım ve sancağı olan yere geldim, başa geldim ve sancağı olan yere salıram ve birleştirdim. Deməli bir zincir çəkirəm. Siz istəsəniz yəni ki eləməyə bilərsiniz. Mən sizin üçün elədim ki, yerini bilmək üçün. Ki hardayıq, harda qalmışıq. Deməli 2 tək bir cüt elədik. İndi isə 3 tək bir cüt eləyirik. Deməli belə eləyirik. Bir cüt elədik. İndi 3 tək eləyirik. 1 2 3 tək elədik. Bir cüt 3 tək. Bir daha 1 cüt eləyirik. Birinin içindən 2 çıxardırıq. 1 2 3 tək toxuyuruq. 1 cüt toxuyuruq. 1 ikincini də çıxartdım, cüt toxudum. Daha sonra 1 2 3 tək toxudum. 1 cüt toxuyurum. Bir daha 1 2 3 tək toxuyuram. 1 cüt toxuyuram. Daha sonra deməli bir iki tək toxuyuram və bitirirəm. Sancağımı çıxartdım, salıb buradan birləşdirirəm. Bu şekilde. Şimdi bir zincir çəkirəm. İndi sonuncu sıranı sonuncunu eləyirəm. Bu sonuncunu eləyən vaxtı deməli hər birindən bir dəfə çıxardıram. Bir dəfə. Deməli hər birinin başından bir dəfə çıxardacağım. Nə artırma, nə azaltma eləmirəm. Bu şekilde. Hər birindən bir dəfə çıxardıram. Sona qədər hər birindən bir dəfə çıxaq. Bu şəkildə. Gəldim, sona çatdım. Sancağı çıxardıram və başlanğıc yerə bu şəkildə birləşdirirəm. Bir zincir çəkib bu şəkildə bitirdim. Bu bir adet qulağıdır bu şekilde. İndi bundan birini daha toxuyuram. Bir adet daha toxuyuram. 2 dənə olmalıdır. Eyni ölçüdə ikincini də toxuyaq. Daha sonra davam elətdirək. Bunun ikincisini də toxudum. Eyni ölçüdə. İkisi de eyni ölçüdədir. Siz indi mən toxuduğumu hazırlayanda onun daha böyük formasını istəsəniz
bunların sayını artırarak böyüdə bilərsiniz. Yəni o sizin öz istəyinizdən asılıdır. Mən toxuyacağım ölçüyə uyğun hamısını eyni ölçüdə eləyirəm. Ancaq artırma etsəniz hamısına artırma etməlisiniz. İndi bir daha bu da üçüncü hissəsidir. Bu hissəni qara rəngdə eləməlisiniz. Mən qara rəngdə eləmirəm çünki bu formada qara rəngdə etməlisiniz. Mən qara rəngdə toxumuşam. Qara rəngdə toxuma görünmədiyinə görə mən indi onu da qırmızı rəngin üzərində eləyirəm. Bu formada qara rəngdə toxuyacaqsınız. İndi qara rəng qara rəng seçirsiniz. Ancaq mən elədiyim kimi bir daha baxırsınız. Bir də 15 zincir çəkirik. 2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bir zincirdə artıq çəkirəm 16 geri qayıtmaq üçün. Bunu da rezinin o hissəsini toxuduğum kimi, rezində toxuduğum kimi onu deməli eyni toxumanı toxuyuruq. Sona qədər hər birinin içindən bu cür. Hər birinin içindən bir dəfə çıxmaqla sıranın sonuna qədər gedirik. Eyni toxumadır. Bu hissəsini toxuduğum kimi toxuyuruq. Düz formada. Ancaq toxuyuruq, gəlirik. Sona çatanda bir zincir çəkirik, çeviririk. Arxa tərəfindən bir daha toxuyuruq. Beləliklə 8 ya 10 sıra toxumalıyıq. İndi onun böyüklüyündən asılıdır. Yəni ki, say vacib deyil. Əsas odur ki, bizə lazım olan böyüklükdə olsun. Bu şəkildə sona qədər gəlim. Bir daha göstərim. Nə etmək lazımdır? Onu deməli 8 ya 10 sıra toxuyaq. İndi mən sonda deyəcəm neçə sıra toxumuşam. Sizin də ipinizin qalınlığından asılıdır. Məsələn, mənim qara ipim biraz daha qalın olduğuna görə, qara rəngdə olan ipim, ona görə məsələn onu mən 8 sıra toxumuşam. İndi sizə göstərəcəm. Ancaq bunu bilmirəm. Ola bilər ki, bunu 10 sırada toxuyum. Çünki bu ipim biraz daha nazikdir. Əgər o da ayrıca cotton gold olsa, o ipimin markası fərqlidir. Eyni markadan olsa, mənim dediyim qədər, məsələn də bunu necə toxumusunuzsa, onun kimi toxuyursunuz. Amma yox, əgər biraz qalın ipdirsə, onun ilmənin sayını azaltmaq lazımdır. Məsələn, 14, 15 yox, 12, 13 eləmək lazımdır. Gəldim. Burada danışdım, ona görə sizə göstərmədim. Deməli, burada sonuncunu toxuyuruq. Sonuncunu toxudum. Bir zincir çəkirəm, çevirirəm. Çevirdim. Hər birinin gördüyünüz kimi görünür. Bunların hər birinin içindən bir dəfə çıxartmaqla bu şəkildə. Sadə şəkildə toxuyuram. Deməli, bir o tərəf, bir bu tərəfə getməklə müəyyən ölçüyə gələnə qədər toxuyaq bu formada. Müəyyən ölçüdə toxuyaq. Daha sonra ancaq dediyim kimi siz qırmızı yox, bunu qara rəngdə toxuyan görünmədiyinə görə mən sizə onu qırmızı deməli ipin üstündə göstərdim. Bu şəkildə. Bu şəkildə toxuyuruq, ancaq qara rəngdə. Müəyyən qədər toxuyaq. Burada gördüyünüz kimi qara rəngdə 1, 2, 3, 4. Demək 4 dişdir. Deməli burada biz 8 sıra toxumuşuq. Bunun hər dişi 2 sırada. 2, 4, 6, 8 sıra toxumuşuq. 8 ya 10 sıra toxuyaq. Daha sonra davam elətdirək.
Bu şəkildə toxudum. Deməli gördüyünüz kimi bu görünənlər 2 sıra sayılır. 2, 4, 6, 8. 8 sıra toxudum. Daha sonra bu artıq ipləri bu şekilde bu tərəfə keçirdik. Daha sonra artıq olanını kəsirib çıxardırıq. Bu şekilde. Cür eləyirik. Bu hissəsini də eləyirik. Bu şəkildə. Deməli, artıq hissələrini təmizləyirik. Deməli, bu cür. Belə qatlayırıq. Bu şəkildə qatlayırıq. Və indi bunu belə qatlayıb düzəldəcəyik. Bunu mən qara rəngdə hazırlayacağım. Onun üstünə eləyəcəm. Sonda göstərəcəm. İndi isə qara rəngdə hazırlamışam. Deməli, bu eynidir. Gördüyünüz kimi 2, 4, 6, 8. 8 sıradır. 2, 4, 6, 8 sıradır. Eyni cürdür. Sadəcə olaraq qara rəngdə toxunma görünmədiyi üçün mən sizə qırmızı rəngin üstündə göstərdim. İndi keçirik bu hissələri, hazırladığımız hissələri, deməli, burada artıq ipləri buradadır. Bu iki hissəni mən qatlayıram, bağlayıram bu şəkildə və bu hissədən birim bu hissədən keçirdirəm artıq ipləri bu şəkildə. Bir hissəsində tərəf eləyirəm və artıq ipləri kəsirik, çıxardırıq. Bağlandığına görə arxa tərəfdən bunun heç bir qorxusu yoxdur. İndi bu toxuduqlarımı mən bu şəkildə bura tikəcəm. Birim belə, birim belə. İndi iğnə sap götürürəm. Bu hissədən bu tikdiyimiz hissəni alta da sala bilərik, üstə də. Mən üst tərəfə salıram ki, saç yığılanda narahat eləməsin. Bu hissədən eləyəndə həm də görünmür. Bilinmir ki, burada tikiş var. Bu tərəfdən çalıram. Bu ipi saxlayıram və bunu başlayıram tikməyə. Deməli, bu hissəsindən götürürəm və birləşdirirəm. Buradan da götürürəm, buradan da götürürəm. Bu şekilde. İlk olarak burada olan ipi burada mən bağlayıram. Daha etibarlı olsun diye bir neçə dəfə bağlayıram. Və indi bunun üstündə başlayıram tikməyə.
Deməli buradan keçirdirəm və bundan keçirdirəm. Buradan keçirdirəm və buradan keçirdirəm. Buradan keçirdirəm. Hər ikisini götürürəm, tikirəm. Dikişlə olanda möhkəm olur. Bu şəkildə. Mənə elə gəlir ki, möhkəm olar. İndi ikinci qanadına keçirik. Bu ikinci qanadında birinci qanadını tikdim. İndi taraf keçdim. Daha sonra tek olarak bu hissəsinə keçirəm. Bura gəlirəm. Buradan gedirəm. Buradan gəlirəm. Tam kənara gedirəm ki, kənar hissədən qoyum. Bu şəkildə. Kənardan elədim. Deməli bu hissədən götürürəm və bu hissədən götürürəm. Tikdim. Yenə də buradan götürürəm və arxadan buradan çıxardırım. Bu şəkildə. Bir daha buradan götürürəm. Ve artık bitirdik. Daha möhkəm olmaq üçün mən bir daha tikdim. Geldim. Sona geldim bir daha. Ve bitirdim. Burada da bu şekilde düğün koyduk.
ve burada indi ipimizi itiririk. Artık bitti. Artık lazımsız ipləri də təmizləyirik. Bu şekilde. İndi qara rəngdən istifadə edirik. Qara ipimizi götürürük. Bu şekilde qatlayıram. Tam ortadan. Bu şekilde möhkəm sıxıram. Ortalama eləyirik. Bağlayırıq. Bir neçə dəfə bağlayıram. Artıq iplərimizi kəsirik. Bu şekilde. İndi istəsəniz, mən indi yapışdırma fikrim var. Əgər siz istəsəniz, deməli nə edirsiniz? Bunu tikirsiniz. Bu hissəsindən də tikirsiniz. Bir də bu hissələrini bənd edirsiniz. İndi mən necə düzəldəcəm, onu sizə göstəreyim. Bu şekilde bunun ortasını bağladık. İndi buradan bunu istəsəniz bu hissədən tikə də bilərsiniz. İstəsəniz də kley ilə yapışdıra bilərsiniz. Mən kley ilə yapışdırıram. Bunu çox da ehtiyac yoxdur. Tikməyə mənə elə gəlir ki, amma yenə də siz istəsəniz tam orta hissədən elə olsun ki, hər iki tərəfə bu şekilde. Daha sonra bu hissesi böyle yapıştırırız. Daha sonra bu hissesini böyle yapıştırarak yine dediğim gibi siz isteseniz dikebilirsiniz. Bu şekilde. İndi biz bunu uncuklarını götürürük. Bura birini, bura birini,
kleylərini təmizləyirik. Və istəsəniz aralarına da balaca daha kiçik bu şekilde. Çok qəşəng yapışır. Və hazırdır. Və mən bunun bu variantını da hazırladım bu şekilde. Hər iki renkdə Mickey Mouse, Minnie Mouse hansı renkdə istəsəniz, istədiyiniz renklərdə toxuya bilərsiniz. Mən bugün bu renklərdən istifadə etdim. Qırmızı, qara renklərdən. Siz istəsəniz başqa renklərdə ruzlu istifadə edə bilərsiniz. İstədiyiniz renk, yəni ki sizə necə xoş gəlirsə, hansı renk daha xoşdursa, o renkdən də istifadə edə bilərsiniz. Bu şəkildə əminəm ki, xanımlar, əl işimi bəyəndiniz. Əgər bəyəndinizsə, abunə olmağı, like etməyi unutmayın. Əgər bildirim zilini aktiv etsəniz, zınqırovu aktiv etsəniz, əl işimdən ilk olaraq siz xəbərdar olacaqsınız. Beləliklə yeni əl işlərimdə görüşmək ümidi ilə hələlik.